Müəllimlər salam, hər vaxtınız xeyir olsun. Hər birinizi dərsimizdə xoş gördük. İnşallah hamınız yaxşısınız. Bugünkü dərsimizdə biz öyrənirik pozitiv intizam və bərpa edici yanaşmanı və elə bu yanaşmaya əsaslanan Rogersin nəzəriyyəsini. Nədir pozitiv intizam yanaşması? Bax, şagird görürük ki, sinifdə tutaq ki, yoldaşı ilə dalaşarkən itələyib onu və zədələnibdir yoldaşı. Müəllim bundan xəbərdar olanda nə edir? Heç nə soruşmadan, səbəbi axtarıb araşdırmadan həmin uşağı danlayır, valideyninə şikayət eləyir, nə bilim, gedir direktora şikayət eləyir. Yəni, tək tərəfli onu, belə deyək də, suçlayır, günahlandırır, mühakimə eləyir. Bu doğru yanaşma deyil. Pozitiv intizam bizə bunu deməyə çatdırmaq istəyir ki, birinci sən bir uşaqla danış, söhbət elə, gör səbəb nə olub, nə baş verib ki, o bunu eləməyə məcbur qalıb. Yəni, uşaqla danışmaq lazımdır, empatiya qurmaq lazımdır. Ən azından biz özümüz də nə vaxtsa şagird olmuşuq, biz özümüz də istər-istəməz, başa düşərək, başa düşməyərək sinifdə davranış pozuntuları sərgiləmişik. Yəni, mütləq uşaqla danışıb, yəni cəzalandırmaqla yox. Bugün cəzalandıracaqsan, sabah yenə də onu eləyəcək. Uşaq qorxusundan mən bunu eləməyim deməli deyil. Şuurlu şəkildə başa düşərək, dərk eləyərək ki, bunu eləmək düzgün deyil də, yaxşı hərəkət deyil. Bunu başa düşərək eləməməsi lazımdır. Pozitiv intizam bizə bunu deyir ki, sən onun dərk eləməsi üçün ona şərait yarat. Gəlin daha detallı nəzər yetirək. Belə bir sual. Şagirdə cəza verəndə problem həqiqətən həll olunur, yoxsa sadəcə müvəqqəti bir sakitlik yaranmış olur? Bu sual haqqında düşünək, fikirlərimizi yazaq, sonra davam edək. Yəqin ki, düşündük və müəyyən bir cavabımız var artıq. Təbii ki, cəza problemi kökündən həll eləmir. Cəza sadəcə müəyyən qısa müddətli bir durğunluq yaradır. Və cəzanı davamlı tətbiq edəndə pis davrandı cəza, pis davrandı cəza. Uşaq, bayaq dediyim kimi, biri var şuurlu dərk eləsin ki, bunu niyə etmək olmaz, yaxşı davranış deyil. Biri var qorxusundan. Uşaq qorxusundan intizama keçir ki, bu da onun bir şəxsiyyət kimi formalaşmasında ona heç bir müsbət təsir göstərmir. Düzdür, biz behaviyorizm yanaşmasından danışmışıq, mənfi nəticə ilə üzləşməkdən, yəni avtoritar cəza, misal üçün valideynə şikayət, sinifdən çıxarmaq, ayaq üstə saxlamaq, yox. Dərs verici, hansısa mənfi nəticə ilə üzləşdirmək, bu təbii ki, uşağa müsbət bir şey qatır. Yəni, bu cəza ondan deyil. Ənənəvi intizam, yəni cəza yönümlü yanaşma, kurikulumdan əvvəlki sistemdə daha çox bu müşahidə olunurdu. Davranış qorxu ilə idarə olunur. Görürsünüz, müəllim əsəbi halda uşaqla danışır ki, niyə belə elədin, bu düzgün deyil. Problem müvəqqəti susturulur, uzun müddətli köklü həll olunmur. Münasibətlər zərər görə bilir. Yəni, o uşaq artıq o müəllimlə arasında bir uçurum yaranır, münasibətlər əvvəlki kimi pozitiv olmur. Uşaq davranışı yox, cəza haqqında düşünür. Biri var davranışını təhlil eləsin ki, mən düz eləmədim, əslində belə eləməliydim. Biri var ki, ayda görürsən necə olacaq, valideynimə şikayət edəcək, evə gələndə valideynim məni neyniyəcək, döyəcəkmi, vuracaqmı, neyniyəcək. Yəni, cəzanı haqqında başlayır düşünməyə. Davranışın səbəbi burada
araşdırılmır. Araşdırılmadığı üçün təzədən yenidən o davranış təkrarlanma ehtimalı böyükdür. Bəs pozitiv intizam nədir? Bizə nəyi deyir? Görürsünüz, bayaqki şəkildən fərqli olaraq əsəbi, aqressiv bir müəllim görmürük. Burada uşaqla mülayimcəsinə danışan bir müəllim obrazını görürük. Bəli, pozitiv intizam uşağın davranışını hörmət, empatiya, məsuliyyət əsasında tənzimləyən bir yanaşmadır. Bu yanaşmada məqsəd cəza vermək deyil, düzgün davranışı öyrətməkdən ibarətdir. Pozitiv intizamın bir sıra prinsiplərinə diqqət yetirsək, biz burada görürük empatiyanı, eyni zamanda müəllimin şagirdlə bir hörmət çərçivəsində danışdığını, davrandığını, biz əvvəlki dərslərimizdə də demişik ki, şagirdə kiçik yaşlı bir uşaq kimi baxmaq yox, biz böyüklərlə necə danışırıq, böyüklərlə necə davranırıq, bir şəxsiyyət kimi, obyekt kimi yox, bir subyekt kimi yanaşma nümayiş etdirməliyik. Onlara da siz deyə müraciət etmək. Yəni, artıq uşaq da görür ki, müəllim mənə dəyər verir. Böyük adamlarla necə isə onlarla da o cür. Aydın və ədalətli qaydalar, sərhəd və sevgi balansının düzgün qorunması, yəni nə həddən artıq avtoritarlıq yox, nə də həddən artıq dost kimi olmaq yox. O orta mövqeyi saxlamaq vacibdir. Davranışın səbəbini birinci biz bir anlamalıyıq, başa düşməliyik. Dərhal soruşmadan, danışmadan mühakiməyə, danlamağa, uşağı pərt eləməyə keçməli deyilik. Uşağın məsuliyyət hissini formalaşdırmaq, yəni cəza ilə hədəliyib qorxutmaq yox, özü qoy məsuliyyət hiss eləsin ki, bunu etmişəm, nəticəsi bu olub, əslində doğru deyil, bir də etməməliyəm və s. Pozitiv intizamın üstünlükləri. Davranışın əsas səbəbi burada üzə çıxır. Yəni, çünki biz danışırıq, soruşuruq, tək tərəfli işləmirik. Yəni, hansı uşaqların arasında konflikt baş verir, o bir uşağa da söz haqqı veririk. Səbəb nədir? O səbəbi biz tapdığımız üçün burada davranış uzun müddətli, köklü düzəlmiş olur. Amma axtarmadan, araşdırmadan, danışdırmadan, tez valideynə şikayət eləmək, nə bilim, uşağı sinifdən çıxarmaq, cəzalandırmaq bu həll yolu deyil. Uşağın özünü qiymətləndirməsi artır. Yəni, öz davranışını təhlil edir, analiz edir ki, bəli, bunu düz eləmədim, əslində bu cür olmalıydı və s. Müəllim-şagird münasibəti möhkəmlənir, çünki bayaqdan sən o danlayanda, cəzalandıranda uşağın zəhləsi gedir həmin müəllimlə. Nə qədər özünə deməsə də qorxusundan ondan başlayır saxta bir münasibət qurmaq. Amma burada uşaq görür ki, müəllim mənə empatiya duyur, müəllim məni bir şəxsiyyət kimi görür, səbəbi aydınlaşdırmağa çalışır, cəzalandırmaq yox, müəllim mənə kömək etməyə çalışır. Təbii ki, müəllimə daha çox bağlanır, daha çox etibar edir, daha çox inanır, etimad yaranır. Uzun müddətli davranış dəyişikliyi baş verir, sinifdə təhlükəsiz mühit, yəni sağlam psixoloji bir mühit formalaşmış olur. Pozitiv intizamın tətbiqi. Bax, burada mən nümunə vermişəm, biraz da yaxınlaşdırım, rahat oxunsun. Gəlin bu nümunəyə diqqət yetirək. Şagird dərs zamanı tez-tez icazəsiz ayağa qalxır. Yoldaşlarının sözünü kəsir, tapşırıqları yarımçıq qoyur. Müəllim onu danlamaq, cəzalandırmaq əvəzinə dərsdən sonra ondan sakit mühitdə söhbət eləməyi seçir. Müəllim sual verir. Ay şagird, dərs zamanı tez-tez ayağa qalxdığını, danışdığını görürəm. Səncə, bu zaman sinifdə nə baş verir? Uşaq da deyir ki, müəllim, uşaqların diqqəti yayınır. Yəni, bunu başa düşür. Deyirəm, yaxşı, bəs sən dərsdə nə vaxt ayağa qalxmaq ehtiyacı duyursan? Yəni, nə baş verir ki, sən ayağa qalxırsan? Sən özünü necə hiss edirsən ki, ayağa qalxırsan? Deyir, müəllim, tapşırıqları tez bitirdiyim üçün dərs mənə darıxdırıcı gələndə. Yəni, artıq səbəb məlumdur. Deməli, burada bir prosedur qoymaq lazımdır. Boşluq buradadır. Birlikdə müzakirə edərək razılığa gəlirlər ki, tapşırığı tez bitirdikdə əlavə fəaliyyət seçə bilər şagird, əlavə tapşırıq, yaxud müəllimə kömək edə bilər. Bu qədər. Bərpa edici yanaşma. Bərpa edici yanaşma
konflikt və zərər baş verdikdən sonra münasibətləri bərpa etməyə yönəlmiş yanaşmadır. Pozitiv intizam öncədən gördüyümüz tədbirdir. Yəni öncədən o cür münasibət qururuq, öncədən şərait yaradırıq, amma bərpa edici yanaşma artıq konflikt baş verib, ondan sonra indi onu təmir etmək üçün biz bundan istifadə edirik. Burada əsas sual kim günahkardır? Yox. Nə baş verdi və bunu necə düzəldə bilərik sualıdır. Müəllimlərin ən çox səhvə yol verdikləri də məhz buradır. Günah kimdədir? Qoy uşaqlardan soruşum. Uşaqlar həqiqətən necə oldu? Günah kimdədir? Əslində günahkar axtarmaq yox. Davranışı düzəltmək, münasibətləri düzgün tənzimləmək, yumuşatmağa biz fokuslanmalıyıq. Hansısa uşağı, belə deyim də, nə deyirlər ona? Cinayətkar. Cinayətkar mövqeyində sinfə elan eləmək yox. Elə olanda o bir uşaqların da ona münasibəti haradasa biraz dəyişir. Bərpa edici yanaşma bunu özündə əks etdirir. Bərpa edici yanaşmanın məqsədi. Görürsən, müəllim əllərini bir-birinə yapışdırır, barışdırmağa çalışır. Zərərin fərqinə varmış olur şagird. Çünki başa düşür ki, mən bunu elədim, nəticədə filan nəticə oldu da, yəni düz olmadı. Mən bunu eləməsəydim, o olmazdı. Şuurlu şəkildə başa düşür. Tərəflər arasında empatiya yaranmış olur. Uşaqlar artıq bir-birinin yerinə özlərini qoya bilirlər. Münasibətləri bərpa edirlər. Şagirddə məsuliyyət formalaşır ki, bax, bunu mən elədim, tutaq ki, o uşaq yaralandı. Bu məsuliyyəti artıq mənim üzərimdə qaldı. Məsuliyyət dərk eləmiş olur. Təkrar davranışın qarşısını bir növ almış oluruq. Bərpa edici yanaşmanın tətbiqinə burada bir nümunə qoymuşam mən yenə. Aysel ilə Murad arasında bir mübahisə yarandı. Murad uşaqların yanında Aysel haqqında istehzalı ifadələr işlədir. Aysel də bundan inciyir və dərslərdə passivləşməyə başlayır. Bunun fərqinə varan müəllim Murada sual verir. Murad nə baş verib? Daha sonra müəllim Muradı dinləyəndən sonra keçir Ayselə. Aysel, bax bu baş verən sənə necə təsir elədi? Sən necə hiss edirsən özünü? Artıq Aysel ki danışır ki, mən özümü pis hiss edirəm, dərsə gəlmək istəmirəm, sinifdə oturmaq istəmirəm və s. Murad ilk dəfə davranışının real təsirini Ayselin özündən eşitmiş olur. Artıq dərk edir ki, bəli, belə olmaz. Sonra Murada deyirəm ki, Murad, bu vəziyyəti düzəltmək, yaranan zərəri aradan qaldırmaq üçün nə eləmək olar? Artıq Murad da başa düşür ki, düz eləməyib, üzr istəyir, davranışının yanlış olduğunu etiraf edir və ünsiyyətdə bundan sonra hörmətə diqqət edəcəyi ilə bağlı razılaşır. Bax, bərpa edici yanaşma budur. Yəni, yalandan hər uşaqlar barışın, qucaqlaşın, qutardı, getdi yox. Üzləşdirmək, biri-birlərini başa düşsünlər, biri onu necə pis təsir edir, onu danışanda o biri onu eşitsin, bunun fərqinə varsın ki, bir daha bunu eləməsin. Budur bərpa edici yanaşma. Pozitiv intizamla bərpa edici yanaşmanın fərqi nədir? Fərqi odur ki, bayaq dedim, pozitiv intizam öncədən gördüyümüz tədbirdir, bərpa edici yanaşma sonradan. Yəni, bu profilaktik bir yanaşmadır, bu problem baş verdikdən sonra tətbiq olunur. Pozitiv intizam necə davranmaq lazım olduğunu uşağa öyrədir, bərpa edici yanaşma zərəri necə aradan qaldırmaq lazım olduğunu, münasibəti necə bərpa etmək olduğunu öyrədir. Pozitiv intizam qaydalara əsaslanır, bərpa edici yanaşma zərərlərin aradan qaldırılmasına fokuslanır. Bəs ənənəvi təlimlə görək bunun fərqi nədədir? Ənənəvi təlim, yəni kurikulumdan daha əvvəlki sistem, o sovet sistemi, bilirsiniz ki, orada hətta, misal üçün, mənim atam danışır, deyir, sinif rəhbərinin açırdı çəkməcəni, remenlər var idi, deyir, hansı remenlə döyüm səni, vurum səni. O dərəcədə, yəni sərt bir rejim olubdur. Ənənəvi cəza əsaslı yanaşma qorxuya əsaslanırdı. Uşaq sakit durursa, qorxusundan sakit dururdu, başa düşərək yox. Pozitiv intizam bərpa edici yanaşma məntiqi nəticəyə əsaslanır. Yəni, uşaq məntiqlə, şuurlu şəkildə dərk edir ki, bunu eləmək olmaz. Ona görə sakit durur. Ənənəvi cəza əsaslı yanaşmada xarici nəzarət daha çox idi. Yəni, müəllimin təzyiqi, hədə qorxusu, cəzası. Amma burada uşaq
özü özünü formalaşdırır bir şəxsiyyət kimi ki, bunu etməməliyəm, doğru deyil. Daxili özünə nəzarət formalaşır. Ənənəvi cəza əsaslı yanaşmalar qorxu yaradırdı, amma bu uşaqlarda məsuliyyət hissini formalaşdırır. Cəza əsaslı yanaşma davranışı müvəqqəti dayandırır, nəticəsi qısa müddətlidir. Uşaq qorxusundan müəyyən bir müddət susqun halı alır, amma burada uşağın davranışı kökündən dəyişdiyi üçün şüurlu şəkildə başa düşür axı, nəticəsi daha uzun müddətlidir. Bəzən mən sosial platformalarda, rəylərdə görürəm, müəllimlər yazır ki, nəsə bir paylaşırlar da, tutaq ki, məktəbdə filan hadisə baş verib, atırlar kurikulumun üstünə. Bu kurikulumu bizə niyə gətirdilər, heyf deyildi, köhnə təhsil. Elə bilirlər ki, baş verən bu pis hallar hamısı kurikulumun günahıdır. Kurikulum sizə pis bir şey öyrətmir. Kurikulum demir ki, uşaq çıxsın, otsun sənin təpəndə. Kurikulum deyir ki, o balansı tənzimlə, sinfi düzgün idarə elə, uşağı bir əşya kimi yox, bir şəxsiyyət kimi gör. Kurikulum demir ki, uşaq sinifdə nə istəsə danışsın, nə istəsə eləsin. Proqramın son dərsidir də, təkrardan biz keçib qutarmışıq. Belə bir şey öyrədib kurikulum sizə? Yox. Ona görə özümüzdəki çatışmazlığı, yəni müəlliməm, mən sinfi idarə edə bilmirəmsə, mən uşaqlarla düzgün münasibət qura bilmirəmsə, sağlam psixoloji mühit formalaşdıra bilməmişimsə, uşaqlar bir-biri ilə dost olmaqdansa bir-birlərinə nifrət edirlər, bullying edirlərsə, onun günahı kurikulumda deyil, onun günahı müəllimin düzgün idarə etməməsi, düzgün təşkilatçılıq etməməsi. Nə olsun? Lap sertifikasiyadan 60 toplayan müəllimdir. Savad başqa, sinfi doğru düzgün idarə eləmək başqa. Ona görə də bəzən tamam yanlış fikirdir ki, ay ənənəvi. Ənənəvi budur da. Bir də görsən müəllim deyir ki, sinfimdə 40 uşaqdır, bir dənəsinin səsi çıxmır. Niyə səsi çıxmır? Səni sevdiyinə görəmi? Sənin dərsin onlara maraqlı gəldiklərinə görəmi? Dərsdən ötürü öldüklərinə görəmi? Sən çox istədiklərinə görəmi? Yoxsa qorxularından? Qorxularından. Yəni, bu tamam qeyri-peşəkarlıqdır. Bununla öyünmək, bunu hamıya bəhs eləmək doğru deyil əslində. Yəni, sən əgər peşəkar müəllim deyirsənsə özünə, qorxu, hədə-qorxu cəza olaraq yox, fənnini sevdirərək, özünü sevdirərək, uşaqlarda dərsə qarşı həvəs oyadaraq, maraq oyadaraq diqqətlərini dərsə cəlb elə. Onda deyərəm, bravo sənə, əhsən. O zaten kurikulum bunu tələb edir. Deməli, onda sən kurikulumu tətbiq eləmiş olursan. Belə deyənlər də var ki, müəllimə, mən kurikulumuza heç öyrənməmişdən əvvəldən elə uşaqlar mənim dərsimdə o qədər maraqla iştirak edirlər. Deyirəm, necə olur ki, filan şeylər eləyirəm, bəhmən şeylər, deyirəm, mesela Allah köməyin olsun, kurikulum elə odur da, kurikulum başqa nədir ki, qeyri-adi yad planetdən gəlmə bir şey deyil ki, kurikulumu bilməyə tətbiq eləmirsən, gözəl, əla, etməkdə də davam elə. Biraz da öyrən, biraz da üstünə qoy. Bax, düzgün başa düşək ki, nədir bu yanaşmanın əsas məqsədi? İndi keçək Rogersin şəxsiyyət yönümlü yanaşmasına. Rogers də əslində fərqli bir şey demir. Deyir, bir konflikt baş verəndə yenə də, yaxud konflikt baş verməyib, uşaqdır da dərsə hazırlıqsız gəlib, dərsə gecikib. Asıb kəsmək, səbəbi soruşmadan, danışmadan, görün nə məsuliyyətsizlik, yenə də gecikdi. Uşaqların yanında onu pərt eləyərək, nə bilim, valideyninə axtarıb, araşdırıb, səbəbi öyrənmədən dərhal şikayət göndərmək. Yəni, bundansa danış uşaqla, empatiya qur və vacibdir ki, sən dürüst olasan. Saxta bir münasibət yaratmayasan sinifdə. Dürüst, təmimi müəllim hər zaman, hər yerdə seçilir, sevilir və uşaqlar ondan daha çox bağlı olurlar. Nəinki saxta münasibətə. Yəni, bir növ Rogers də əslində şəxsiyyət yönümlü yanaşmasında elə pozitiv intisamda nədirsə onu deyir, fərqli bir şey demir. Kimdir Carl Rogers? Bu şəkildə gördüyünüz kişidir. Humanist psixologiyanın əsas nümayəndələrindən biridir. Humanist, yəni biz şəxsiyyət yönümlü yanaşmanı görürük, oradan gəlir. Psixoterapiya da şəxsiyyət yönümlü yanaşmanın banisidir. Təhsildə şagirdin fərdi potensialına inanmağı təklif edir. Əsas ideyası budur ki,
İnsanın inkişaf üçün öz daxili resursları var. Yəni biz necə pozitiv insanda dedik ki, hətta ənənəvi ilə qarşılaşdırdıq ki, biri var uşaq qorxusundan bunu eləməsin. Kənar təzyiq, xarici təsir nəticəsində biri var ki, öz daxili düşüncəsi ilə ki, şüurlu şəkildə ki, bəli də bu düz deyil, etməməliyəm. Edəndə filan zərər görür qarşı tərəf və s. Ki, bu da onu deyir ki, yəni sən xarici baskı yerinə, xarici təzyiq yerinə, hədə qorxu, cəza, danlamaq, tənbihləmək yerinə uşağı elə formalaşdırır ki, qoy özü düşünərək bunu eləməsin. Ki, bu da eyni şeyi təklif edir. Şəxsiyyət yönümlü yanaşma insanı bütöv bir varlıq kimi dəyərləndirir. Yəni, insanı dəyərləndirir. Uşağı bir şəxsiyyət kimi görməyi, obyekt, subyekt kimi görməyi təklif edir. Bu yanaşma insanın düşüncələrini, insanın hisslərini, insanın dəyərlərini, inanclarını, şəxsi təcrübələrini bir-birindən əlaqəli şəkildə nəzərə alır. Bu yanaşmaya görə hər bir insan təkrarsız və özünə məxsus xüsusiyyətlərə malik bir fərddir. Bəli, hər şagird özlüyündə bir fərddir, bir şəxsiyyətdir və onun şəxsiyyətini yalnız ümumi qanuna uyğunluqlarla yaxud xarici təsirlə tam izah eləmək mümkün deyil. Bu yanaşmada insanların azad iradəsi var. Onlar öz potensiallarını reallaşdırmaq və özünü gerçəkləşdirmək üçün təbii şəkildə motivasiyalıdırlar. Rogersə görə 3 onun qatı prinsipi var. Şərtsiz müsbət münasibət, empatiya və konqrentlik, yəni səmimilik, dürüstlük. Şərtsiz müsbət münasibət odur ki, müəllim şagirdi səhvinə baxmayaraq qəbul eləməyi bacarsın. Yəni, bir də görsən ki, uşaqdır da, indi nə vaxtsa müəllim lövhədə dərs izah eləyəndə onun səhvini tutub. Ondan sonra müəllim ilə ona bir tər belə münasibət göstərir. Tutaq ki, hamını ayağa qaldırır, cavab vermək üçün onu qaldırmır. Hamıya komplimentlər deyir, ona demir. Qərəzli yanaşır. Bu olmalı deyil. Yəni, əgər sən həqiqətən müəllimsənsə, həqiqətən peşəkarsansa, qeyri-peşəkarlardan çoxdur beləsi, uşaqla rəqabət aparan, qərəzli yanaşan, nələr. Deyir ki, şərtsiz müsbət münasibət. İşdə uşaq bu gün dərsə hazırlıqsız gəlib. Hamıya necə ona da o cür rəftar elə. İşdə uşaq bu gün dərsə gecikib. Hamıya necə ona... Yəni, sən şəxsi münasibəti dərsə qarışdırma. Uşaqla olan hər hansısa bir qərəzli münasibəti təlim prosesinə qarışdırma. Onu olduğu kimi qəbul etməyi bacar. Empatiya bilirsiniz. Neçə mövzuda biz empatiyadan danışmışıq? Çox. Şagirdlərin hisslərini anlamağa çalışmaq, özünü onun yerinə qoya bilmək. Onun gözündən də situasiyaya baxa bilmək, tək subyektiv baxışdan yox. Konqrentlik, səmimi dürüstlük də ki, müəllimin süni yox, real davranması, müəllimin olduğu kimi olması, yəni özünü yalandan saxta bir fiqur kimi təqdim etməməsi. Şərtsiz müsbət münasibət, bu prinsipə görə müəllim şagirdi yalnız uğuruna görə yox, ola bilər sinfin ən belə aşağı qiymət alan uşağıdır. O ən yaxşı qiymət alanla necə davranırsansa, onunla da o cür davran. Olduğu kimi qəbul elə. Şagird səhv elədikdə belə ona qarşı münasibət dəyişməməli, dəyər verildiyini hiss eləməlidir. Bu yanaşma şagirdin özünü təhlükəsiz mühitdə hiss etməsinə şərait yaradır. Təhlükəsiz mühit olan sinifdə şagird fikrini sərbəst ifadə eləməkdən çəkinmir. Müəllimin sənin olduğun kimi qəbul edirəm mesajı şagirdin özünə inamını gücləndirir. Bu qəbul şagirdin davranışını yox, şəxsiyyətini hədəf alır və onu qoruyur. Nəticədə şagird müdafiə mövqeyinə keçmir, inkişaf üçün, özünü formalaşdırmaq üçün, şəxsiyyət kimi yetişmək üçün daha da açıq olur. Empatiya. Bilirsiniz, amma yerə də baxaq. Empatiya müəllimin şagirdin daxili dünyasını anlamağa səmimi bir cəhd göstərməsidir. Burada məqsəd təkcə davranışı görmək yox, davranışın arxasındakı hiss və ehtiyacı dərk eləməkdir. Müəllim, niyə belə elədin? Sualından daha çox, həmin anda özünü necə hiss edirdin yanaşmasını seçir.
şagird hisslərinin başa düşüldüyünü görəndə müdafiə mexanizmləri zəifləyir. Müdafiə mexanizmi nədir? Yox, mən eləməmişəm kimi inkar eləmək. Bu, sinifdə qarşılıqlı etimadı artırır və ünsiyyəti dərinləşdirir. Rahat ürəyin aça bilir müəllimə. Empatik münasibət şagirdin emosional intellektini də inkişaf etdirir. Belə mühitdə şagird səhvini gizlətməyə yox, onu anlamağa, səhvini başa düşməyə meyilli olur. Fərq buradadır. Konkretlik, dürüstlük. Konkretlik müəllimin sinifdə rol oynayan fiqur yox, real və səmimi insan kimi davranmasıdır. Müəllim hissləri gizlətmədən, lakin peşəkar çərçivəni qoruyaraq ünsiyyət qurur. Məsələn, hazırda bir qədər yorğunam uşaqlar, amma dərsimizi maraqlı keçirmək üçün çalışacağam. Yəni, bu özü də bir səmimilikdir. Uşaq görür ki, hə, müəllim yalan danışmır, nə var onu deyir də bizə. Yəni, uşaq da artıq başa düşür ki, yəni, müəllim olduğu kimidir bizlə, saxta deyil. Şagirdlərdə səmimi münasibət, etibar yaradır. Bu səmimilik müəllimi şagirdlər üçün daha yaxın, daha əlçatan edir. Şagirdlər süni davranışı tez hiss elədikləri üçün konkret müəllimə daha asan açılırlar. Səmimilik sinifdə saxta məsafəni azaldır. Nəticədə müəllimlə şagird arasında təbii və daha sağlam bir münasibət formalaşır. Bəzən müəllimlər səmimiliyi qarışdırırlar nə ilə? Nə bilim, müəllim oturur, şəxsi məsələlərindən danışır, xüsusən gənc müəllimlər. Yəni, nə bilim, biri iPhone-undan danışır, biri maşınından danışır, biri nişanlından danışır, biri toyundan. Yəni, səmimiliyi bununla qarışdırmaq olmaz. Müəyyən bir çərçivə olmalıdır. Müəllim obrazı uşağın gözündə elə müəllim obrazı kimi qalmağı bacarmalıdır. Yəni, əlçatanlıq o demək deyil ki, elə hə, nə var elə danışaq uşaqlarla, xeyr. Yəni, ailəmizdən, şəxsi işlərimizdən, yəni, danışılması vacib olmayan şeyləri bura qatmayaq. Yəni, səmimilik bu demək deyil. Nümunələr. Baxaq, Rogersə nümunələr. Şagird summativdən aşağı bal alır. Müəllim onu danlamaq əvəzinə belə deyir. Bu nəticə ilə sənin dəyərin ölçülmür. Sadəcə hazırki vəziyyəti göstərir sənin nəticən. Sən yenə də dəyərlisən. Gəl bir yerdə baxaq, konkret olaraq harada çətinlik çəkirsən və növbəti dəfə bunu necə yaxşılaşdıra bilərik? Şərtsiz münasibət. Nə olsun ən aşağı nəticəni alıb? 0 bal alıb. Danlamaq, tənbihləmək yerinə sən yenə də dəyərlisən, sən yenə də bu sinfin şagirdisən, yenə də mən əzizimsən. Amma gəl bunu bir yerdə aradan qaldıraq. Bu birinci prinsipə uyğundur. Şagird dərsi pozur, müəllim onu cəzalandırmaq əvəzinə belə deyir. Görürəm, sənin enerjin çoxdur. Gəl bu enerjini dərsin müzakirəsində istifadə edir. Müzakirədə sən də öz fikirlərini bölüş, sənin fikirlərin də bizim üçün dəyərlidir. Yəni, uşaq görür ki, sinifdə nadinçlik eləsəm də, dəcəllik eləsəm də, müəllim deyir ki, sənin fikirlərin də mənim üçün dəyərlidir. Və özünə artıq görür ki, müəllim bunu şəxsiyyət kimi görür. Özünə bir çəki düzən verir ki, mən bir şəxsiyyətəm də, başlayır şəxsiyyət kimi özünü aparmağa, özünü dəyişdirməyə, dərsə cəlb olunmağa. Həm empatiyadır, həm yenə də şərtsiz münasibətdir. Şagird sinif yoldaşına təhqir edici söz işlədir. Müəllim deyir, bu söz məni narahat elədi, yoldaşını incitdi. Gizlətmir də, konkurentlik, səmimi nə var odur. Biz bu sinifdə bir-birimizə hörmətlə yanaşmaq istəyirik. Dərsdən sonra sənlə və yoldaşınla qısa danışaq. Bunu necə düzəldəcəyimizi gəl bir yerdə tapaq. Görürsən, bərpa edici yanaşma da bunun içində gedir, bayaq baxdığımız yanaşma. Həm müəllimin konkurentliyi, səmimiliyi ki, demir də, deyir həqiqətən ki, məni narahat elədi. Yəni, nə var onu deyir. Şəxsiyyət yönümlü yanaşmada müəllimin rolu avtoritar fiqur yox, təlim prosesinin bələdçisidir. Amma cəza yönümlüdə müəllim avtoritar idi, ənənəvi, köhnədə. Müəllim dinləyəndir, anlayandır, yönləndirəndir. Şagirdə söz haqqı verən bir mühit yaradır müəllim. Ancaq öz dediyin yeritmir. Ona bir şəxsiyyət kimi yanaşır, onu da danışmaq icazəsi verir. Qorxu yox, güvən üzərində münasibət qurur müəllim.
Şagirdin rolu bu yanaşmada şagird də pasiv dinləyici yox, özü fəal iştirakçıdır davranışını düzəltmək üçün, dərk eləmək üçün, təhlil aparmaq üçün, fikirlərini sərbəst ifadə edə bilir. Çünki qorxu mühiti yoxdur. Qorxu mühiti olanda uşaq müəllimə açılmağa, söz deməyə qorxur, çəkinir, yalandan uydurur. Burada səmimilik var deyə sərbəstdir müəllimdən, nə varsa onu deyə bilir. Səhv eləməkdən çəkinmir, çünki səhvlərə bir təcrübə kimi baxmağa başlayır. Öz öyrənmə prosesini məsuliyyətlə yanaşır, davranışlarını məsuliyyət hiss edir. Yanaşmamızın üstünlükləri, şagirdin burada özünə inamı artır. Çünki görür ki, müəllim mənə dəyər verir da, sinifdə özümü pis aparsam da, 2 alsam da, mən yenə də dəyərliyəm və özgüvəni artır. Daxili motivasiyası güclənir. Sinifdə psixoloji bir rahatlıq yaranır, yəni sağlam psixoloji mühit dəstəklənmiş olur. O sinifdə ki, əgər müəllim cəzalandırır, qışqırır, tənbihləyir, danlayır, uşağı gülüş obyektinə çevirir, lağlağı yaradır, bir uşağı sındırır, pərt edir, orada sinifdə sağlam psixoloji mühit yoxdur. Sabah o uşaqlar da ondan onu görüb götürüb, bir-birlərinə bunu eləyəcək və bu çevriləcək bullying hallarına. Amma bunlar olmayanda, müəllim uşaqlara empatiya duyanda, şəxsiyyət kimi yanaşanda artıq psixoloji sağlam mühit yaranır. Müəllim-şagird münasibətləri möhkəmlənir. Bir şagirdi dəyişdirməyə çalışdıqca, onların müqavimətləri daha çox artır. Amma onu anladıqca dəyişmək üçün özü addım atır. Bunu bir qızıl qayda kimi sırğa eləyin qulağınızda, yadınızda saxlayın. Şəxsiyyət yönümlü yanaşma ilə ənənəvi yanaşmanın fərqi. Şəxsiyyət yönümlü yanaşma şagird mərkəzlidir. Ənənəvi yanaşma müəllim mərkəzlidir, yəni müəllim sözünü keçirdirdi. Ənənəvi yanaşmada səhv eləyəndə uşaq nə edirdi? Cəzalandırırdı. Burada səhv uşaq üçün bir təcrübə, bir öyrənmə fürsətidir, nəticə çıxarır. Şuurlu şəkildə özü başa düşür ki, hə, düz eləmədim. Burada nizam-intizam qorxu ilə idarə olunurdu, uşaq qorxusundan sakit dururdu, yaxud qorxusundan özünü adam kimi aparırdı. Burada nizam-intizam qorxu ilə yox, müəllimə etibar eləyərək, məsuliyyət hiss eləyərək, yəni uşağın öz daxili özünü formalaşdırması ilə tənzimlənir, kənar təsirindən yox. Burada emosiyalar nəzərə alınmır, ay uşağa pis təsir elədi, ay onun tutaq ki, nə bilim, psixologiyası pozuldu, mənfi təsir elədi. Burada amma uşağın emosiyaları təbii ki, ön plandadır, əsasdır. Müəllimlər üçün tövsiyələr. Müəllimlər, bugünün müəllimləri, gələcəyin müəllimləri, uşağı problem kimi yox, davranışı problem kimi görün. Çox qısa cümlədə çox böyük bir mənası var. Yəni, problem uşaq deyil, problem davranışdır. Cəza yerinə ona sual verin. Niyə belə elədin? Səbəb nə idi? Nə baş verdi? Necə düzəldə bilərik? Empatiya qurun uşaqla. Alçatmadan qaydaları xatırladın uşağa. Pərt eləmədən, sındırmadan, bir insan kimi, şəxsiyyət kimi yanaşaraq. Hər konflikti bir öyrənmə fürsəti kimi dəyərləndirin. Uşaq ondan bir təcrübə çıxarsın, bir nəticə çıxarsın. Özünün üçün bir şey qatsın, inkişaf elətdirsin, özünü şəxsiyyət kimi formalaşdırsın. Unutmayaq, təhsil təkcə proqramı öyrətmək yox, insan yetişdirmə prosesidir. Yəni, müəllimin vəzifəsi təkcə sinifə daxil olub mövzunu tədris etmək, gündəlik planı ardıcıllıqla həyata keçirmək yox. Uşaqları cəmiyyətimizə, gələcəyimizə keyfiyyətli bir şəxsiyyət kimi yetişdirməkdir. Yəni, unutmayaq ki, biz nə isə onlar da odur. Biz necə davranırıq, onlar da o cürdür. Biz necə ünsiyyət qururuq, onlar da o cür. Bizdən nümunə götürürlər, bizdən görüb götürüb öyrənirlər. Çünki günün bir hissəsini onlar məktəbdə keçirirlər. Ona görə bu öyrəndiklərimizi təkcə imtahandan keçmək xatirinə bir, belə deyək də, proqramın bir mövzusu kimi öyrənməyək. Gələcək həyatımıza, işimizə,
tədris prosesimizə, uşaqlarla münasibətimizə müsbət şeylər özümüzə qatacağımız bir təlim kimi də eyni zamanda öyrənək. Öyrəndiklərimizi sabah məktəbdə tətbiq eləməyi bacaraq. Yalandan kağız üzərində, imtahan nəticəsi üzərində qalmasın. Real həyatda da bunları istifadə eləyək. Ki, o zaman həqiqətən də işini peşəkarı olan müəllimlər olacaqsınız. Bu günlük bu qədər müəllimlər. Özünüzə yaxşı baxın. Allah sizə açıqlığı versin. Hələlik.